Semestr artıq sona çatır və mən düşünürəm ki, bacardığım qədər çox vlog çəkməliyəm. Çünki bu korpusdan artıq ayrılırıq və gələn il burada olmayacağıq. Hüquq fakültəsinin gözü yaşlı gəl, 4 il təhsil al və sən məzun olana yaxın korpusu təmir eləsinlər. Kaş biz o təmirli korpusda otura biləydik. Nəysə artıq videoma xoş gəldiniz. Əsasda oturub biraz çay içdik. Səhər heç nə yeməmişdim. Sağ olsun Aysu bizi sport peçenyəsiz qoymur. Elə mən də gələndə peçenya almışdım. Bunu çaya batırıb yeyəndə möhtəşəm dad verir. Daha sonra dərsə gedirik. Məndən başqa hər kəs şərf taxmışdı deyə burada Fidanın şərfini aramızda bölməyə çalışırıq. Məşhur aynamızda biraz özümü çəkirəm. Təbii ki, çirklidir. Sonra yuxarı qalxıram. Bank hüququndan mühazirə var idi. Burada Nəzrinin qazandığı hədiyyələri göstərir. Sual-cavabda iştirak eləyib qazanmışdı. Hətta bitki toxumu belə veriblər. Üzündəki çizim də məhz oradandır. Sonra sizə 3 qat lüğətimi göstərirəm. Məncə dil öyrənmək belə daha asandır. Sonra universitetimdə gördüyüm yeni il aksesuarlarını çəkirəm. 50-ci dəfə artıq kreker göstərirəm sizə. Sonra jurnal yoxlanır. Burada zaten divarlarımızın nə gündə olmağından, korpusun təmirə bağlanmağının səbəbini aydınca görürsünüz. Evə gəlməzdən əvvəl anamla marketə girdik. Burada çox şirin bir oyuncaq var idi. Sonra yolkada belə bir sürprizlə qarşılaşdım və birlikdə makyajımı təmizləyirik. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.